Allah rəhmət eləsin Mehman Hüseynova. Hələ də şəhid qardaşımıza şəhidlik verilmir. Yəni bizim birinci tələblərimiz odur ki, yəni burada da uşaqlarla gəlmişik. Hamısı da buradadılar. Sizin bir zərər çəkən olaraq, şəhid qardaşımızın anası olaraq istəyiniz nədir bizim? Mən o istəyim odur ki, bunların qanı yerdə qalmasın. Şəhidlik istəyir. Ana yox, dözmürük. Qalmaz inşallah. Qalmayacaq bu qan yerdə. Satqınlar özləri oldu. Hacılavlar özləri oldu. Bu əvvəl belə bir qəbir başdaşı var idi. Necə bastırmışlar? Sizə necə vermişlər onun nəşini? Deyib bax, orada quyuya bastırmışlar. Hansı istiqamətdə? Deyib, orada indi aparacam göstərəcəm. Deyib, o çökəkdir. Çökəkdir. Çetqanın çölündə eləmi? Hə, orada bastırdılar. Ha, orada bastırdılar. Bir oğlan qoymadı, cəmat qoy. Bir ildən sonra yatdılar buraya. Demədilər ölüm səbəbi nəyə görə? Vallahi dedilər ki, satqındır, ay nə bilim, erməniyə işləyir, uşaq aparır. Sən seç. Ha, uşaq aparır. Nə bilim, nə var. Bizim səbəbin ölümünə səbəb nə yazmışdılar ki? Nədən ölmüş? Güya baş, qan çatma, ağciyar xəstəliyi, ondan, nə bilim, 5-8 dənə şey vermişdir. Ölüm kağıdı deyildi. Sizə nəşi belə şeylə gətirdilər, yoxsa siz getdiniz müraciət eləsi verirlər? Mən getməmişdim, Qaraxan götürdü oğlum. Deyil, istəginlərdən şəmətlərdə vardı. Bu göstərdi, oradaydı, oradan verdilər. Qaraxana demişlər ki, deyirlər, gətirin. Onlar da skoru ilə gətirdilər, cəmat qoymur. Habil adını deyib, orada bastırılır. O qoymadı ki, apar hara bastırsan bastır. Sonra orada bastırdılar, o quyuda. Sizin ondan sonra harasa müraciətiniz oldu, yoxsa? Hər yerə elədik, hər yerə bax, getdik, hər yerə də gəldik. O yer olmadı. Sizin qızınız da gəlib. Allah rəhmət eləsin, o da yəni. yəni. Bunda mehmanı aparanda biz çıxdıq, getdik. Bu qaldı tək, qorxusundan həylət xəstəlikdən. Elə qoyduk, çıxdıq, getdik. Mehman Hüseynov kimlər gəlib aparmışlar gələndə evdən? Gələndə Fuad Ağayev aparmışdı. Saat neçə radələr olardı? Bax, saat 2-nin yarısıydı. 3'ə işləyəndə apardılar, Fuad Ağayev gəldi. Evdən nə adla apardılar? Dedilər, kim istəyir bunu? Mehman Hüseynov kim? Hə, dedi ki, Əsadov səni istəyir. Deyir, bir uşaq qaçır, gedin mehman gətirin, bəlkə o tarzında olur. O şeyləndə, biz də mehman çağırdıq, gəldi, məhkəmin qabağında. Sonra Fuad Ağayevi mən məhkəmədə tanıdım. Dedim, həm bax bu adam apardı mehmanı. Mehman axırda... Mehman hansı vəziyyətdə apardılar evdən aparanda? Evdən aparmadı. Yoldan... Söhbət eləyə, biz imkan vermədik. Nə baysın, nə qardaşın bir dənə. Qədəni elə ki, fiyata qoymağa. Elə Gülmarə qabaqca gedirdi, qayıtdı, dedi ki, Əsadov mən kimdir? Dedi ki, Əsadov götürə bilmirik uşağı. Bayisi imkan vermir, nə də qayını imkan vermir. Da maşının bir yerindən gedilir. Sonra bu... Orada 100% familyanın özləri gəlsin. Yadından bir şey qalsın. Mən də yox, Əsadovu dedim. Əsadov bizim bölük komandirimiz olubdur. Bölük komandira bəzi. Əsadovu bir bərdədə pişirmə gəldi ki, bax, bizə bir mehman gətirmişlər Talışdan olan. Dedilər, Əsadov, Faik. Yusuf deyil, Faik, oradakı Faik. Sonra mən dedim ki, Əsadov neyinir ki onu? Sonra qaçdı 2 dəfə dedi ki, Əsadov götürə bilmirik. Dedi, hətta nə oldu, gəlin də, tez götürün. Ərzanın da orada olub da bu hadisələrdə. Ağayev gəldi. Teymur Məmmədov ki, zəng gəldi. Teymur Məmmədov Hikmət Həsənova məruz elədi ki, götürmək istəyirik. Orada Əsadovu səhv deyiblər. Hikmət Həsənov demək. Bəlkə də Həsənov deyiblər. Sən Əsadov. Orada bir söz vardı. Dedi ki, Hikmət Həsənova dedilər ki, Teymur dedi ki, götürmək istəyirlər, götürə bilmirlər. Arvad uşaq qoymur, imkan vermir. Arvad uşaq var. Onda Hikmət söndü söyüşlə dedi ki, arvad uşaq nə deyik? 5 dəqiqə vaxtınızda götürün. Hə, bax elə dedi. Dedi 5 dəqiqə vaxtınız var. Tez olun götürün. Onda Ağayev gəldi. O gələndə Ağniva ilə gəldi, keçdi belə. Buna mən fikir verdim.
Deyirdim, kimdir? Qalxdı belə, aa burada nə olur? Onlar da deyir ki, heç nə olmuyor, heç nə olmuyor komandir. Getdi ayağından, mən ona fikir verdim. Mehmana falan maskalılar idi, yoxsa uzaqçıq idi hamısı? Uzaqçıq idi, mən uzaqçıq. Mehman birini tanıdı, dedi mən səsin bana tanış gəldi. Sonra telefonu verdi Mehmana, dedi bax, dedi bu adam bana tanış gəldi səsi. Ondan sonra Fuad Ağayev gəldi, qolundan belə tutdu, başını aşağı tikən də, başını bir dəfə çıxartdı ki, mama maşını tut, dalımca. Dedim, hə, Tahir, burada nəsə var. Bu qədər faktlar, sübutlar, şahidlər Hikmət Həsənov hələ də cəlb olunmur. Mənim gözə qarışım, ərazinin Seypapı cəmlidən müşfiq Allah şahididir. Biz həmlə taboru təzə yarananla buradaydıq. Biz oturub yağış yağırdı, söz vaxtını çəkən, belə vaxt olardı, yağış yağmışdı, oturmuşduq dərs otağında. Həmin vaxtı Hikmət Həsənov F1 qranatı bizə dərs keçirdilər. Hikmət Həsənov gəldi, Fərzəli Velnurla elə ki, paralel oturmuşdular. Baxdı, Hüseyin Mehmanın gözünün içine dedi, kimsi getdi erməni baş gəsgətdi. Kimsi qayıtdı, qaçdı. Həmin vaxtı Mehman qalxdı ayağa, dedi, cənab general, sən səhv danışdın. Dedi, əyləş, dedi, sən səhv danışdın. General olduğuna baxmayaraq, səhv danışdın. O erməni mənim də qarşıma çıxsaydı, mən də onun başını kəsərdim. Sadəcə Allahın qisməti, çıxıb Fərzəli Velnurun qabağına, orada birləşəndə müşfiq Allah şahididir. Hikmət Həsənov deyir ki, kimsə götdü, yığdı, rabitəli müşfiq yadındadır. Götdü, yığdı, dedi, davayı özə belə çığıraraq getdim Türkü dərəsinə. Sonra Mehman həmin vaxt qayıtdı ki, xidmət edilsin fərqi yoxdur. İstəyir Türkü dərəsi olsun, istəyir həmlə olsun. Getdi, ondan da elə bir 2 ay bax bu keçəkin barqasında şəxsi qərəzlik nəticəsində malikə gəlir ki, yəni Hüseyin Mehmanı Hikmət Həsənov başa Şəxsi qərəzlik deyəndə şəxsi qərəzliklər var. Burada siz nətərdir? Məqsəd Azərbaycan ordusunun gücünü, qüvvətini. Demək istədiyi odur ki, qara siyahıya salıb Qara da. siyahıya Bu oyunlarda da istifadə edib də onlar. Ümumiyyətcə belə bildi. Ordu mənsub Bu oyunlarda bu günlərin biz adındadır. Bu günlərə görə də biz ordumuzun mənsublarını təbrik edirik. Bu günlər 26 iyun Ordu Silahlı Qüvvələr günüdür. Biz bura gəlməkdə məqsədimiz odur ki, ölən qardaşlarımız da Azərbaycan ordusunun silahlı qüvvələrinin mənsubları olmuş, elə də ki bizlərik. Çünki bu insanlar Azərbaycan ordusunda şəhiddirlər. Çünki onlar daxili düşmənlərin fitnəsi nəticəsində, onların törətdiyi cinayət nəticəsində rəhmətə gediblər, şəhid olublar, qətlə yetiriliblər. Yəni bunlara şəhidlik verilməsini biz tələb edirik, xahiş eləmirik, tələb edirik. Ki, dərhal bunlara Mehman Hüseynova, Quliyev Elçinə, Elxan Ağazadiyə, hər birinə də, yəni bu işdə olan bütün qardaşlarımızın hamısına şəhidlik verilsin. Zərər çəkənlərin haqqı, hüququ tanınsın və ən öndə bu cinayəti törətmiş sifarişçilərdir, təşkilatçılardır. Bunların hamısı baş